bu ərəfələrdə hava dəyişən kimi, soyuyan kimi ağrılar olur. Yəni, bu sadəcə əzələ ağrılarıdır, biləsiniz. Hava soyuması ilə olan formalaşan əzələ revmatizması deyilən bir şeylər var. Demirəm, hər əzələsində ağrı olan bir əzələ revmatizmasına əziyyət çəkir. Sadəcə havaların dəyişik olması, isti birdən-birə soyuq və yaxud da bu şəkildə olan dəyişikliklərdə, bəli, yüngül əzələ ağrılar ola bilər. Və yaxud da ki, daha soyuq havalarda revmatizmanın aktivləşməsi deyilər bu. Yəni, soyuq havalarda uzun illər revmatizmadan əziyyət çəkən insanlarda bu ağrıların daha da aktivləşməsi ortaya çıxa bilər. Amma şükürlər olsun, artıq yay qapının ağzındadır. Havalar isinməyə doğru gedir. Baxmayaraq ki, yenə də dəyişik hava, iqlim ortada dolaşır. Bu dönəmdə ortaya çıxan ağrılar sadəcə əzələ və ümumi yorğunluq ağrıları olar. Bəs yaxşı, hal-hazırda qlobal problem olan o ağrı hansı ağrıdır ki, onun fəsil tanımır? Bugün doktorun qapısını döyən 100 nəfərdən bir 60'ı o xəstə. Bəli, diz ağrıları, oynaq ağrıları. Artroz. Yəni bunun nə fəsili var, nə bir şey. Yenə də revmatizma səbəbindən artroz olan oynaqlarda problem olan insanlar qış aylarda daha çox şiddətlənir. Hava isinəndə dəniz, isinmə falan, qum, isti qum biraz rahatlaşır, özlərini istəyirlər. Amma diz oynaq ağrıları üçün ilin bütün ayları aktualdır.